Elə ki Sumqayıtdan saraya girdin, elə ki çılçılaqlı şəhərdən düşürsən qaranlıq zülmət bir gecəyə. Yeri gəlmişkən, Saray Körpüsü bilirsiniz ki, bu il mart ayında təmir olundu, istifadəyə verildi. Ondan bir neçə ay sonra Sumqayıt Saray Körpüsünün enləndirilməsi prosesinə başlanıldı. Çox gözəl enləndiriblər. Hətta girəndə deyirəm ki, görəsən doğrudan bu bizim körpüdür, saraydan Sumqayıta keçirəm. Sumqayıt şəhər icra hakimiyyətinə xüsusi təşəkkür eləmək istəyirəm. Həmişə şikayət eləyirdim öz-özümə ki, Sumqayıtın girişi ilə girənlər bilir bunu. Sumqayıtın girişi ilə girirsən, elə bilsən ki, çılçılaqlar şəhərinə girirsən. O qədər gözəldir Sumqayıtın giriş hissəsi və düz Sülh küçəsi boyu. Eyni zamanda da üzü dəniz kənarına olan küçə. O qədər gözəl işıqlı, orada belə bəzəkli işıqlar filan. Həmişə deyirdim ki, saray tərəfi gözdən uzaq, könüldən iraq qalıb. Niyə bəs ora belə deyil, ora belə deyil? Amma ona görə yəni təşəkkür eləyəcəm Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcova. Eyni görüntü artıq bizim tərəf olan deyəcəm də, o Daşbazarı deyilən ərazidə yaranıb. O qədər xoşdur ki, səhər tezdən 5-də, qaranlıqda, amma sən o körpünün üzərinə ki dönmək istəyirsən. Rəngli işıqlar, hər yer işıqlı, körpü enlənmiş vəziyyətdə.